Azərbaycan milli komandası ilə hədəf 2026 Dünya Çempionatında bu dəfəki play-off oyunlarına keçirir və play-off oyununun ilk turunda isə biz Türkiyə yığması ilə qarşılaşacağıq. Gəlin görə Türkiyə yığmasına qarşı oyunumuz hansı hesabla yekunlaşmış olacaq. Maça start verəcəyik. Türkiyənin heyətini yəqin ki görmüsünüz. Çox da güclü heyətləri var. Biz defansif oynayacağıq. Yəni qələbə qazanmaq istəyirik. İlk tur qarşılaşmasıdır və evdə oynadığımız oyunda görə Azərbaycan millisi Türkiyə üzərində qələbə qazanmağa müvəffəq olacaq, yoxsa yox. Artıq 30 dəqiqə tamam olub, Azərbaycan 0, Türkiyə 0, artıq 40 dəqiqə tamam olmaq üzrədir. 43-cü dəqiqədə millimiz hücum reallaşdırmağa çalışır. Əla pas Elçindən Nərmana. Nərman Axundzadə Elçin Alicanovun ötürməsini qol etməyi bacarır Nərman Axundzadə. İlk hissədən sonra hələ ki 1-0 hesabı davam edir. Qarşılaşmada millimiz üstünlüyünü qorumağa çalışır. Hələ ki Türkiyə yığması bir hücum reallaşdırmayıb. Azərbaycan yığmasına qarşı oyunda 70 dəqiqə tamam olub. Həll hesab 0-0 qalmalıdır. Dəyişikliyə əl atmaq istəyirəm. Musa Qurbanlını hücum xəttinə atmaq qərarı gəldi. Musa Qurbanlının yanı sıra mən bu dəyişikliklərin birini də Muradovun meydana salmalı edəcəm. Muradov yox, İbrahimli meydana salacağım. Onu da meydana saldım. Və son bir dəyişiklik haqqımızda Muradovun yanına istifadə edəcəyik. Onu da Sadiqovun əvəzinə meydana daxil etdik. Bu dəyişiklikdən sonra Türkiyə millisi üçün qurmayıb maraqlı bir məqam odur ki, və Türkiyə millisi qapımıza bir zərbə belə endirmir və Azərbaycan milli komandası Türkiyəyə 1-0 hesabla qalib gəlməyə bacarır. Ermənistan isə Ukraynaya uduzur. Bu da bizim üçün yaxşı bir xəbər. Və keçirik Şotlandiya ilə olan qarşılaşmaya. Növbəti tur son tur artıq. Bu dünya çempionatına getmək üçün bu dəfə Şotlandiya üzərində qələbə qazanmaq şərtdir ki, ilk hücum tərəf elə Şotlandlar özləri olurlar və qapıçımız Aydın Bayramov mükəmməl oynamağı bacarır. Şotlandiyalılar təzyiqi artırılıb bu dəqiqələrdə qapıçımız yine Aydın qapısında diqqətli oynamağı bacarır. Hər iki hesab 0-0, Azərbaycan 0, Şotlandiya 0. Görüşdə artıq 20 dəqiqə tamam olmaq üzrədir. 20 dəqiqə tamam olur. Hər iki hesab 0-0'dır. 30 dəqiqədə artıq oyunda bitir. Bərabərlik olsun, bərabərlik görüşü daha davam edir və 39-cu dəqiqədə milli komandamızın ilk hücumu reallaşır qapı qarşısında. 2026-cı ildə keçiriləcək Amerika Birləşmiş Ştatlarında oynanacaq dünya çempionatına vəsiqə qazanmaq istəyirik. Zərbə və Ramil Şeydayev topu qapıdan keçirməyə müvəffəq olur. Azərbaycan yığması hesabı açmağı bacarır və indi Şotlandiyalı ilk isə tamam olmamış qovurmağa çalışırdılar ki, Aydın Bayramov zərbəsini dəf etməyə müvəffəq olur. İlk hissədən sonra rəqib 1-0 hesabı davam edir. Azərbaycan yığması Şotlandiya komandasına qarşı görüşdə və müdafiəmiz ilə mükəmməl oyun etdirməyi bacarır. Topu dəf etməkdə müvəffəq olduq. Görüşdə artıq 65 dəqiqə tamam olur. Şotlandiyalıların təzyiqləri bitməyə bilmir. Topu dirəyini qaydır və ardından qapıcımız topu yenə tutmağı bacardı. 73-cü dəqiqə giriyor artıq. Yenə Şotlandiya hücumlarının biri ulaşa bilər və top alta gedir. Bəxtimiz gətirir bu epizodda. Şotlandiyanın bitməyə bilməyən təzyiqlər davam edir və Aydın Bayramov yenə çox ideal vəziyyətdə topu çalmağa müvəffəq olur. İndi isə Azərbaycan yığması işi artıq bitirə bilər. Top hazırda Turaldadır. Tural Bayramov içəridə daxilmə çalışır. Tural qarşısında Şotlandiyalı oyuncular görürük biz. Ötürməsini içəri doğru verir Ramil Şeydayevə. Şeydayev pasında Nərman top hazırda topladı. Nərman Axundzadə işi bitirən qol vurur 2-0. 2-0 və Azərbaycan dünya çempionatına addım-addım yaxınlaşır. 3-cü qol vurub işi bitirmək olar. Ramil Şeydayev işi bitirir 3-0. Və bu da maçın sonu və Azərbaycan milli komandası dünya çempionatına vəsiqədə qazanmış olur bu nəticənin ardından. Belartı dünya çempionatına qatıldı və dünya çempionatı videosu növbəti bölümdə olmuş olacaq. Sağ olun, salamat qalın. Növbəti bölümdə görüşmək ümidi ilə. Hələlik.